Bizden başka hiç kim yoktu bu arada. Kuş diyorsan öyle. Bizden başka hiç kim yoktu. Cehennem listesidir. Hem Fatma. Biz de çıkmışıq magazine. Gideyim markete baxaq. Markete çatmamış bir iki şey almalıydım. Hem de dedim baxım görüm burada neler var. 1 manatlıqların da adı yalnız 1 manat olarak qalıb. 1 manata heç nə tapmam mümkün deyil. Baxın da. Üstü saxlayır. Belə xırda çırpıcılar 1-2 manat aralığındaydı. Ev başmaqları isə 3-5 manat aralığında dəyişirdi. Bıçaq 2 manata 50 qəpik idi. Tavalar isə 8-9 manatdan başlayırdı. 27 manata qədər. Məsələn, bu xırda ölçülü tava 20 manat idi. Kiçiklər isə 8-9 manat idi. Bir şeye giren... Nə deyirsən bala? Markete girende karşına yanırdı. Hep dedim üstümden ter su aktı gitti. O kadar ya. Bu arada belə elə deyansaq saqar alarıq, hə? Çox istidir. Kuşlar neyini burada? Yazıktılar. Daha istedi gülüşlemeyiz. Ne kadar kuşlar. Maması bizi kutlanda bırak bizi. Ha, burası Sakit Park'ta. Bebeğisi. O yok, burada yok. Belə də baxanda yayda isti olar da. Əsir dəniz havasıdır. Grazie. Axşam isə düşdük həyətə, uşaqlar biraz oynadılar, təmiz hava qəbul elədilər. Yaylarında, yəni həyətə düşməmiş mümkün deyil də, enerjilər çıxmamış, evdə dəli olur uşaqlar. Havaları da tutturmaq olmur, bir də görsən hava isti olur, həmin günün gecəsi şimşək çaxır və yağış başlayır yağmağa. 3 dəqiqə yağış yağır, bütün pəncərələri palçıq edib qoyur ora. Havaların belə qızğın isti olmağından mən də həvəslənib, dedim yağış yağmaz, çöl pəncərələrini sinib. Sizə nədən danışım? Elə parkdan təzə evə gəlmişdik ki, gördüm uşaqlar məni çağırır. Mən də mətbəxdən qaça-qaça gəldim, gördüm uşaqlar qarışıblar bir-birlərinə. Oğlum deyir ki, mama mən səndən keçən dəfə soruşdum ki, ağaclar danışır. Dedin, yox bala, ağaclar danışmır. Ağacda olan bu hansısa bir qurdun səsidir. Cikkir deyir. Həmin o səs mama evdən gəlir. Qulaq astım, gördüm doğrudan da evdən ciy-ciy səs gəlir. Allah Allah deyə bütün otaqları başladım gəzməyə. Gəldim, gördüm qızların otağının setkasında nəsə bir cücü yapışıb və ciyilləyir. Mən də adi qarışqadan qorxan bir insan. Setkanın üstündə o yekə jukuydu, nə idi bilmirəm. Cücünü görəndə dəli oldu. Yaxınlaşıb, qəfildən tez pəncərəni bağladım ki, bu çöldə qalsın. Gəldim uşaqları yatızdırmağa. İşıq söndürüb belə təzə uzanmışdıq ki, sakitçilikdə bir də gördüm sürüşmə səsi gəldi. Təxmini ürəyimə damdı. Dedim, ayla bircə fikirləşdiyim bir şey olmasın da. Oğluma sakit dedim ki, ged işığı yandır. İşığı yandıran kimi gördüm yerdə nəsə var. Allahım, qara bir şey. Oğlumun dübbəz arxasında. Bunu həyecanlandırmadan dedim, yavaş-yavaş uşaqlar, hamınız çıxın bayra. Diqqətlə baxdım, gördüm nə? Ən zəhnəm getdiyim həşərat çərtkə. İndi təsəvvür edin də mənim halımı. İndi həm qorxuram, həm də dedim mən bunu öldürməsə, yəni mümkün deyil də. Başqa otaqda da gedib yata bilərdik. Sadəcə dedim mən bu otaqdan çıxsam, bu harasa gedib girəcək, tapa bilməyəcəm ya da yumurtalarını qoyacaq, başıma iş açacaq. Mən də həşəratdan qorxan, evdə nə var nə yox, dəftər, kitab, iş dəftəri, palisos, tapçıqa, rajok. Qılınclar çəkilib, yəni çərtkə ilə savaşıram. Yuxum tökülə-tökülə 2 saat mən bundan savaşmışam, yəni qorxurdum da yaxına getməyə. O mənə baxır, mən buna baxıram. Gecə saat 2-dir. Mən uşaqları tez yatızdırıb, özüm də tez yatmaq fikrində idim.
Instagramda falan yayılmışdı. Bu trend kimi çəkirdilər videoları. 5 dəqiqə pəncərəni açıq qoyduqda evə gələndə yekə bir çəyirtkə, yekə bir həşərat qoyurdular gülməli olaraq da. Yəni həmin hadisə mənim başıma gəldi. Sən demə, mən pəncərəni bağlayanda bunun harasısa əzilib və evin içinə düşüb, mən də görməmişəm. Ona görə də tam uça bilmirdi. Tam uçsaydı, vəbşə yəni dəli olardım. Uşaqlar da qapının qabağında dayanıblar, məni tamaşa edirlər. Dedim, Allah çəkilin qapının qabağından. Bu birdən hoppanar. Mən qaçanda sizi tapdalayıb eləməyim. Yəni, bu yaşımda bir çəyirtkə ilə savaşmadığım qalmışdı. O da oldu yəni. Görürsünüz də sizə maraqlı söhbət eləyə-eləyə bayaqdan pəncərələri də silirəm. Hamısını gül kimi elədim. Düzdür, burada hələ hündür bir şeyin üstünə çıxıb arxa tərəfdən pəncərəni silərək, yəni həyatımla zarafat da edirəm. Amma nəticə, yəni hamısı görürsünüz də necə yaxından da indi göstərirəm. Pəncərə yəni açıq və ya qapalı formada heç yəni seçilmir. Cəmaət yeməkdən keyif alır, mən də pəncərə silməkdən. Bu da son nəticə. Göz qabağındadır. Videoya baxıb bəyəndinizsə, sizin dəstəyiniz də mənim üçün çox önəmlidir. Abunə olmağı, like atıb, rəy yazmağı unutmayın. Gələn vloqlarda görüşərik.